Salam əziz müəllimlər. Bugün deməli sınaq imtahanında texnologiya fənni üzrə kurikulum suallarının izahını verirəm. Birinci sualda deyir ki, texnologiya müəllimi dərs prosesində müxtəlif pedaqoji yanaşmalardan istifadə edir. Aşağıdakı situasiyaları oxuyun və onların uyğun gəldiyi təlim və qiymətləndirmə anlayışlarını müəyyən edin. Yəni burada görürsüz 5 dənə verilib və biz bu 5 bəndə uyğun A, B, C, D, E-ni uyğunlaşdırıb sonra variantlarda cavabı, yəni tapmalıyıq. Lap bunu belə edək ki, siz də rahatlıqla görə biləsiniz. Deyir ki, müəllim sadə mexanizmlər mövzusunda dərs zamanı deməli şagirdlərə fərqli səviyyəli tapşırıqlar təqdim edir. Bir qrupa karton və çubuqlardan sadə model hazırlamağı, digər qrupa isə eyni mexanizmin sxemini və iş prinsipini çəkməyi tapşırır. Deməli, bizdə burada nə idi? Dərs zamanı şagirdlərə fərqli səviyyəli tapşırıqlar verirsə, deməli şagirdlərin müxtəlifliyini nəzərə alır, 4-ə getdi A. Şagird hazırladığı texnoloji modelin düzgün işləmədiyini müşahidə edir, problemin hansı mərhələdə yarandığını müəyyənləşdirir, səbəbini təhlil edir və növbəti cəhddə fərqli üsul seçir. Deməli, bu şagird özü ilə bağlıdır da, baxır nəyi düz edir, nəyi səhv edir və lazımdırsa fərqli üsul seçir. B getdi metakognitivə. Müəllim təhlükəsiz iş qaydaları mövzusunda dərs boyu şagirdlərin fəaliyyətini izləyir, suallar verir, fərdi rəy bildirir, iş prosesini yaxşılaşdırmaq üçün tövsiyələr verir. Burada mən artıq izləmək, rəy vermək görürəmsə, C gedir formativə. Şagirdlər elektrik dövrəsinin qurulması mövzusunu bitirdikdən sonra hazır məhsul və qısa test vasitəsilə qiymətləndirilir, nəticələr rəsmi şəkildə qeydə alınır. Rəsmi söhbəti varsa D gedir summativə. Müəllim məişət alətinin hazırlanması mövzusunda hazır nümunə təqdim etmir. Əvvəlki biliklərə əsaslanaraq şagirdlərin öz müşahidə və sınaqları ilə alətin quruluşunu formalaşdırmasına deməli şərait yaradır. Deməli E də gedir, baxaq görək nə qaldı bizdə yuxarıda. E də gedir konstruktivizm. Deməli C, D, B, A, E. C, D, B, A, E. Deməli doğru cavabımız A variantıdır. A variantıdır. İndi keçək ikinci sualımıza. Yeni texnoloji həllərin istehsalat və gündəlik həyata təsiri mövzusunda verilmiş iki mühəndis ekspertin fikrini oxuyun. Hər iki mütəxəssisin yanaşmalarını və onları dəstəkləyən texnoloji arqumentləri, məsələn, səmərəlilik, təhlükəsizlik, enerji sərfiyyatı, maya dəyəri, davamlılıq və s. ümumiləşdirin. Sizcə, hansı mütəxəssis daha əsaslı və inandırıcı arqumentlərdən istifadə edib? Mütəxəssislərin fikirlərində hansı texniki göstəricilərə, real nümunələrə və sübutlara əsaslanılıb? Bu tapşırıq şagirddə Bloom taksonomiyasının hansı mərhələsini və təfəkkürün hansı növünü inkişaf etdirməyə xidmət edir? Deməli, baxaq. Təfəkkür və taksonomiyanı soruşur. Mən burada görürəm, məndən mütəxəssisin fikrini soruşur. Sonra deyir, daha əsaslı, qüvvətləndirici ədat var. Deyir, hansı mütəxəssis daha əsaslı? Birini önə çıxarmalıyam mütəxəssislərin və onların fikrinə görədirsə, deməli, fakta əsasəndir. Yəni, təhlil etmək və məntiqi təfəkkür. Fakta əsasəndirsə məntiqi təfəkkürdür, mütəxəssisin fikrini soruşur, yəni müəllifin mövqeyi məsəli, qüvvətləndirici ədat daha deməli əsaslı və inandırıcı arqumentləri soruşur, yəni qüvvətləndirici ədat var, mütəxəssislərdən birini önə çıxarmalıyam. Bunlar təhlil etməyin açar sözləridir. Deməli, üçüncü sualda dərs zamanı müəllim müşahidə edir ki, iki şagird bir-birinə qarşı düşmən mövqedədir. Baxışları gərgindir, ünsiyyət qurmaqdan imtina edirlər. Müəllim əvvəlcə vəziyyəti müşahidə edir, sonra isə bu davranışların əvvəlki dərsdən əvvəl məktəbin həyətində yaşanmış bir hadisə ilə əlaqəli olduğunu öyrənir. Müəllim problemi dərsə mane olmadan həll etmək və digər şagirdlərin də emosional təhlükəsizliyini qorumaq istəyir. Bu halda müəllimin ilk növbədə atmalı olduğu pedaqoji cəhətdən məqsəd yönlü addım hansıdır?
Mübahisə edən şagirdləri dərs bitənədək susmağa çağırıb, daha sonra fərdi söhbət edəcəyini bildirməlidir. Bu doğru fikir deyil, çünki onlar deyir ki, susun. Belə deyək də, şagirdlərin qarşılıqlı münasibətini dərs zamanı siniflə birlikdə müzakirəyə çıxarmalıdır. Deməli, dərs zamanı bunların qarşılıqlı münasibətini əgər müzakirəyə çıxarsam, onda bizim dərsimiz heç oldu. Yəni, dərs prosesini pozmaq olmaz axı. Səhvdir. Mübahisəyə səbəb olan hadisəni obyektiv araşdırmalı və hər iki tərəfin mövqeyini ayrılıqda dinləməlidir. Bəli, hər iki tərəfi ayrı-ayrı dinləməlidir. Ən doğru cavabdır. Hadisənin şagirdlərin dərsə fokuslanmasına təsir etdiyini nəzərə alaraq sinif rəhbərliyini bu barədə məlumatlandırmalıdır. Onda belə çıxır ki, bu müəllim səriştəsiz müəllimdir, peşəkar deyil ki, özü həll edə bilmir, başqa müəllimi, belə deyək də, başqa müəllimə deyir. Yəni, burada birinci atacağı atdım, özü həll eləməlidir. Özü həll eləyə bilmirsə, təbii ki, sinif rəhbərinə deməlidir, sonra psixoloqla, yəni nəsə də danışılmalıdır, valideynlə danışılmalıdır və s. Amma birinci özü həll eləməlidir. Hər iki şagirdi sinifdən çıxararaq, elə burada yanlışlıq var, biz şagirdləri dərs prosesindən çıxara bilmərik. Bu da yanlışdır. Dördüncü sual, texniki qurğuda aşağıdakı nasazlıq əlamətləri müşahidə olunur. Sistemin tez-tez dayanması, həddindən artıq qızma, enerji sərfiyyatının artması, məhsuldarlığın azalması və qeyri-sabit işləmə. Yəni, texniki qurğuda belə bir nasazlıq var. Qurğuda hansı funksional hissənin nasaz olduğunu müəyyənləşdirin. Bunun üçün qurğunun əsas hissələrinin funksiyalarını araşdırmaq və əlamətlərlə əlaqələndirmək lazımdır. Yenə də taksonomiyanı soruşur bizdən. Baxın, deyir ki, qurğuda nasazlıq var və əlamətlər bunlar ola bilər. Tez-tez dayanır, həddindən artıq qızır, nə bilim, qeyri-sabit işləyir və s. axır. Soruşur ki, qurğuda hansı funksional hissənin nasaz olduğunu, yəni deyir, müəyyənləşdirin. Artıq mən o qurğuda nəyisə önə çıxarmalıyam ki, bax, bu hissəsi tutalım ki, nasazdır. Və deyir, bunun üçün qurğunun əsas hissələrinin funksiyalarını araşdırmaq lazımdır. Yəni, görürsünüz, mənə iki yerdən də təhlil etməyin açar sözlərini verdi. Birində hansı funksional hissənin birini önə çıxarmalıyam. Burada isə əsas hissələrinin artıq yenə də birini önə çıxarmaq var, təhlil etmək. 5-ci sual, dərsdə sadə mexanizmlər mövzusu keçirilir. Mövzunu möhkəmləndirmək məqsədi ilə müəllim şagirdlərə aşağıdakı tapşırığı verir. Verilən materiallardan, məsələn, karton, çubuq, rezin və s. belə bir materiallar verir. Deyir, verilən materiallardan istifadə edərək sadə mexanizm modeli hazırlayın və onun necə işlədiyini nümayiş etdirin. Bu tapşırıq əsasən psixomotor və biliyi soruşur bizdən. Artıq nəsə hazırlamaq varsa, təbii ki, artikulyasiya mərhələsidir və nəsə hazırlamaq varsa, o şeyi hazırlamaq üçün biz müəyyən bir ardıcıllıqdan istifadə edəcəyik. Yəni, o şeyi hazırlamağın yolunu, üsulunu, metodunu bilib, ardıcıllıqdan istifadə edərək onu hazırlayacağıq. Yəni, bu da olur artikulyasiya və prosedural bilik. 6-cı sual, sizə məktəb tədbiri üçün əl işi məhsullarından ibarət güşə hazırlamaq tapşırılmışdır. Güşəni planlaşdırarkən istifadə olunacaq materialların növünü, işləmə texnikasını, təhlükəsizlik qaydalarını, məhsulların estetik görünüşünü və ayrılmış büdcəni nəzərə almalısınız. Hazırlanan məhsullar tədbir iştirakçılarına təqdim edilməli və onların istifadəyə yararlılığı əsaslandırılmalıdır. Müəllim bu tapşırıqda sinifdə hansı inteqrasiya növünü reallaşdırır? İnteqrasiya bilirik ki, bizim biraz yaralı yerimizdir, amma düzgün təhlil eləsək doğru cavaba çıxa bilərik. Deməli, texnologiya dərsidir və müəllim uşaqlara əl işindən ibarət güşə, təbii ki, əl işindən nəsə hazırlayırsa, biz gedib burada fənn üstü götürməyəcəyik. Çünki zaten texnologiya fənninin mahiyyəti budur, uşaq nəsə əl işi düzətsin. Ona görə fənn üstüyə qaçmırıq. Burada fənlər arası var. Harda görürük fənlər arasını? Deməli, materiallar, bu getdi texnologiya, işləmə texnikası, təhlükəsizlik qaydaları həyat bilgisində ola bilər. Məhsulların estetik görünüşü, təsvirincə sənəti bizə xatırladır. Ayrılmış büdcəni nəzərə almaq, büdcə də riyaziyyat fənnini, yəni bir neçə fənnin əlaqələndirilməsini görürəm, yalnız fənlər arası. 7-ci sualda deyir ki, motivasiya haqqında deyilən fikirlərdən hansı biri doğrudur?
Bütün şagirdləri deməli, bütün şagirdləri dərsə cəlb etmək üçün müəllim problemli sualı sinifin daha yaxşı oxuyan şagirdlərinə verərək prosesə start verilməlidir. Bəli, bütün şagirdləri dərsə cəlb etməlidir. Amma problemli sualı sinifin daha yaxşı oxuyan şagirdləri yanlışdır, ona görə götürmürük. Bizdən doğrunu istəyir. Motivasiyanın əsas məqsədi dərsin mövzusunu şagirdlərə elan etməkdir. Bu da şagirdlərdə ilkin fəallıq yaradır. Xeyr, motivasiyanın əsas məqsədi şagirdləri dərsə cəlb etmək, onlarda maraq oyatmaqdır. Mövzunu təqdim etmək deyil. B də səhvdir. C-də deyir, motivasiya şagirdlərin dərsin təlim nəticələrinə hansı səviyyədə çatdıqlarını müəyyən etmək üçün də təşkil edilir. Aha, hansı səviyyədə çatdıqlarını müəyyən etmək refleksiya mərhələsidir. Ona görə bu da səhvdir. Motivasiya yaddaşa yönəlik olmalıdır ki, şagirdlərin hər biri prosesə rahat şəkildə cəlb edilsinlər. Xeyr, motivasiya yaddaşa yönəlik olmur, təfəkkürə yönəlik olur. Ona görə səhvdir. Yəni yaddaşa yönəlik deyəndə qapalı suallar deyir, amma biz motivasiya mərhələsinə açıq suallarla başlayırıq. E variantı, motivasiya prosesinin təşkili müəllimin peşəkarlıq səviyyəsindən də asılıdır. Bəli, bu da doğrudur. Yəni bir müəllim doğru, düzgün motivasiya mərhələsi yaradıbsa, dərsin 50%-ni reallaşdırmış olur. 8-ci sual, qiymətləndirmə haqqında deyilən fikirlərdən hansı biri yanlışdır? Qiymətləndirmə rubrikləri dərsin məqsədi əsasında hazırlanmalıdır. Mütləq şəkildə, yəni qiymətləndirmə məqsədə uyğun müəyyən edilir. Əgər edilməsə, qiymətləndirmənin uyğunluq prinsipi pozulmuş olar. Deməli, bu düzdür. Amma götürmürük də, çünki bizdən yanlışı istəyir. B-də deyir ki, diaqnostik qiymətləndirmə müəyyən bir bala və ya qiymətə əsaslanmır. Bu da düz deyir. Bəli, diaqnostik qiymətləndirmədə bal, qiymət yoxdur. Bal, qiymət, yəni kəmiyyət summativdədir. Formativ qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarının yekun qiymətləndirilməsi deyil, düz deyir. Çünki yekun summativdir. Summativ qiymətləndirmə məzmun standartları əsasında aparılır və qiymətləndirmə standartlarına uyğun təşkil edilir. Bu da düzdür. Bəli, deyir ki, summativi hazırlayanda bax gör hansı məzmun standartlarını reallaşdırmısan, ona uyğun hazırla. Bu da düzdür. Rəylərlə şagirdin bilik və bacarıqlarının yekun qiymətləndirilməsi aparılır. Xeyr, rəy formativdə olur, yanlış da budur. 9-cu sual, müəllim-şagird münasibətləri ilə bağlı hansı fikir doğru deyil? Şagirdlərdən hansı davranış qaydaları gözlənildiyini onlara tədris ilinin əvvəlində öyrətmək lazımdır. Bəli, deyir ki, şagirdlərdən hansı davranış qaydalarını gözləyirsən, onu tədris ilinin əvvəlində öyrət. Biz tədris ilinin əvvəlində, yəni səriştəli, peşəkar müəllim tədris ilinin əvvəlində gözləndi prosedur və qaydalar qoyur. Doğrudur, amma bizdən doğru deyil istəyir deyə götürmürük. Şagirdlərlə qarşılıqlı inama, hörmətə əsaslanan ünsiyyət qurmaq. Bəli, qarşılıqlı inama, hörmətə əsaslanan ünsiyyət qurmaq, bu da doğrudur. Şagird şəxsiyyətini analiz edib emosional bağlılıq yaratmaq. Bəli, biz bir müəllim olaraq təbii ki, şagird şəxsiyyətini analiz etməliyik, onu anlamalıyıq və təbii ki, emosional bağlılıq, onda özümüzə qarşı güvən, inam hissi yaratmalıyıq. Şagird davranışındakı pozuntuları məktəb rəhbərliyi və valideynlərlə davamlı olaraq müzakirə etmək. Buradakı davamlı olaraq sözü yanlışdır. Yəni ki, davamlı olaraq müzakirə etsək, onda biz necə müəllimik ki, biz elə ki, bir şey olmamış qaçırıq şikayətə. Sinif daxili konfliktləri şagirdlərin iştirakı ilə həll etmək. Bəli, bu da düzdür. Sinif iclası keçirilir. Konfliktdə olan uşaqlar, digər sinif yoldaşları və müəllim. Sinif iclası keçirir və orada kimisə mühakimə etmək məqsədi ilə, ay sən doğrusan, sən səhvsən məqsədi ilə yox, problemə həll yolu tapmaq üçün. Bu da doğrudur, götürmürük. Bir də burada məsələn, şagird davranışında pozuntu varsa, müəllim elə davamlı olaraq valideynə, məktəb rəhbərliyinə desə, bu zaman müəllim-şagird münasibətləri pozulacaq. Loru dillə desək, şagirdin müəllimdən zəhləsi gedəcək.
10-cu sualda deyir ki, qeyd edilənlər hansı iş üsuluna aiddir? Müəyyən situasiyalarda çıxış yollarını tapmaq bu bir neçə iş üsulunda ola bilər. Şagirdlərdə özünə inam hissini stimullaşdırmaq, həmçinin insanlar arasında əlaqəni yaxşılaşdırmaq. Özünə inam bizim açar sözümüzdür. Açıq sualların verilməsi və fikirlərin mühakimə edilmədən qəbulu, bu da bizim açar sözümüzdür. Bu beyin həmləsi, yəni əqli hücumdur. Belə dəyərli müəllimlər, inşallah ümid edirəm ki, suallarda səhvləriniz yoxdur, yaxşı yazmısınız, nəticələriniz yaxşıdır, sevindiricidir. İnşallah gələn ay deməli ödənişli sınağımızda görüşənədək sağ olun.